İnşallah istəyirəm bu gün dua haqqında danışam. Bugünün mövzusu da çox insanlar sual verir ki, Seyid, bizim dualarımız niyə qəbul olmur? Dua eləyirik, Allah qəbul eləmir. Bunun səbəbi nədir? Bir nəfər gəldi Həzrəti Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmin yanına. Soruşdu ki, ya Rəsulallah, nə üçün biz Allahı çağırırıq, amma o bizim dualarımızı qəbul etmir? Halbuki Quran ayəsi var. Məni çağırın, sizin dualarınızı müstəcab edim. Yəni sizin dualarınızı qəbul edim. Həzrət buyurdu, həqiqətən sizin qəlbləriniz 10 şey vasitəsilə ölübdür. Buyurdu, birincisi nədir? Siz Allahı tanıyırsınız, ancaq ona itaət haqqını yerinə yetirmirsiniz. Həqiqətən də belə. Allahı tanıyırıq. Bilirik bu dünyanı yaradan var. Bu kainatı yaradan var. Onu tanıyırıq. Amma görək onun haqqını həqiqətən yerinə yetiririk. Əvəzini verə bilirik. Haqqı nədir Allahın? O vacibatlar var ha, namaz, oruc, xumus, zəkat, həc, əmr və məruf, nəhy əz münkər, yəni saymıram. 10 dənə vacibatlar. Bunun hansını yerinə yetiririk düz əməllə? Namaz qılırıq, şükür olsun Allaha. Namaz nədir? Allahla rabitə. Namazda insan neyin yer? Allahla rabitəni kəsməz. Fikrini toplayar, fikrini cəm edir, yalnız Allah. Allahla danışıram mən burada. Deməli, biz namaza neyin yirik? Dünya problemləri yada düşür. Falan kəsə borcum var, necə verəcəm? Verərsən də. Namaza qalmışdı bunu fikirləşmək. Ona görə də dualarımızın qarşısı alınır. Orucu götürək. Oruç tuturuq. Ramazan ayına təzə çıxmışıq da. Neçə vaxtı bu sözü demək istəyirdim həqiqətən. 17-18 saatı bu adam dözür, ac qalır, dillənmir. Gəlir bura, biz 2 dəqiqə azanı yubadırdıq. Bu azanın vaxtını niyə vermirsən? Ay gözəl insan, 18 saat dözdün də, sən bu 2 dəqiqəni dözə bilmədin. Deməli, bu nədir? Ac qalmaqlıq, qarın orucu. Buna ac qalmaqlıqdan başqa bir şey verməyəcəklər. Hədisdə də var da. Bir qorxuram ümmətim üçün, oruç tutmaqlıq, yalnız ona az qalmaqlıq verər. Başqa bir şey verməz. İkinci buyurur, Quran oxuyursunuz. Ancaq onun göstərişlərinə əməl etmirsiniz. Bəli, Quran oxuyuruq. Quran ərəb dilində də ola bilər, tərcüməsini bilmirik. Ancaq Azərbaycan dilində də var da. Quran nə deyir? Qeybət eləmə. Deyir, qeybət eləmək, ölü din qardaşın ətini yeməyə bərabərdir. Deyir bunu, hansımız qeybət eləmirik? Deməli, nə edirik? Quranın göstərişlərinə əməl eləmirik. Ona görə də dualarınız qəbul olmur. Üçüncü buyurur, Rəsullaha məhəbbət bəslədiyinizi iddia edirsiniz. Halbuki onu övladları ilə düşmənçilik edirsiniz. Şükür olsun, bu bizdə yoxdur. İmamları da sevirik, Rəsullahın bütün övladlarını sevirik. Amma sevməyənlər var. Deyir, ya Rəsulullah, canım sənə fəda. Qız balasını niyə sevmirsən? Xanım Zəhra Peyğəmbərin ciyərparəsi deyildi. Peyğəmbər özü buyurmamışdı, kim Zəhranı incitsə mən incidir, mən incidən Allah incidir. Niyə xanım Zəhranı incitdiniz? Niyə imamları qəbulləmirsiniz? Niyə Həsən Hüseyni qəbulləmirsiniz? Deyir, bizim kimi bir adamdır. Deməli, bunlar Rəsulullahı da sevmirlər. Dördüncü buyurur, şeytanla düşmən olduğunuzu iddia edirsiniz, amma əməldə onunla müvafiqsiz. Deyəcəksiniz, yalandan, qeybətdən danışır. Çünki biz namaz qılanıq. Bizim nə zinamız var, nə içkimiz var, digər işlərdən şükür Allah yoxdur bizdə. İndi namaz qılmayanı qoyaq kənara da özümüzdən danışaq. Yalan danışırıq, qeybət eləyirik. Allah sevmir ki bunun heç birini. Şeytan sevir amma. Deməli, bununla eləyəndə nə olur? Şeytanla müvafiq olduq. Ona görə də dua qəbul olmaz da. 5-ci buyurur, behişdə məhəbbət bəslədiyinizi iddia edirsiniz, amma ona çatmaq üçün əməl etmirsiniz. Düz? Hamı istəyir cənnətə daxil olaq. Mən elə biləm, burada olanların çoxu hər namazdan sonra dua edir ki, Allah mənə cənnətə daxil elə. Deyirik də. Amma onun üçün nə çalışırıq, nə eləmişik? Hansı əməlimiz var cənnətə girək? O qədər fəqir füqara var, hansına kömək eləmişik? Şərt o deyil, 1000 manat, 10.000 manat aparasan. Bir dənə çörək alıb vermişik ki, məsələn. Eləyənlərimiz də var. İmkanlar tanıyıram, kasıba kömək eləyir. Kasıbın 2 manata ehtiyacı var, bunu da həqiqətən 10 manat verməyə də gücü çatır. Onun 1 manatını da kəsir. Eləyən var, onun 10 manata ehtiyacı var kasıbın, ona 20 manat aparıb verir. Neyinir? Gəlir sənin yanında deyir, mənim yanında deyir. Nə oldu? Riya. Deməli, bu Allah rızası olmadı da. Sənin bu əməli heç nə verməzlər. 6-cı buyurur, cəhənnəmdən qorxduğunuzu iddia edirsiniz. Halbuki öz bədəninizi pis əməllər görməklə ona sarı aparırsınız. Hamımız cəhənnəmdən qorxuruq. Gecə gündüz duamız budur ki, Allah bizi cəhənnəmdən iraq eləsin. Düşməyə cəhənnəmə. Amma nə edirik? Bax deyir, bədəninizi,
əldən söhbət gedir də. Bu əl naməhrəmə dəyir, dəymir. Qohum əqrabadan götürək də. Xala qızı kimə məhrəmdir ki? Naməhrəm də gedib əl verir, elə bir öpürük özündən. Olar. Bu ayaqlar getmir haram yerlərə. İçki məclisinə gedir, sağlığı məclisinə gedir. İçki olan kafelərdə gedib əyləşir. Hamısı bu ayaqla gedir ha. Niyə duam qəbul olmalıdır ki? Allah deyir eləmə biz eləyirik. Niyə qəbul eləsin duamızı? 7-ci buyurur. Cəmaatın eyibləri ilə məşğul olursunuz, lakin öz eyiblərinizdən xəbərsizsiniz. Bəli. Səni də Allah yaradıb, məni də Allah yaradıb. Allah nədir? Səttar oluyub. Bütün eyiblərin üstünü örtəndir. Biz nə edirik? Axtarıram sənin bir dənə eyibin olsun, açın o eybi. Niyə? Allah bizim eyiblərimizi örtür axı, sənin də eybi örtün, mənim də. Biz isə eyiblərimizi açırıq. Həzrət Əlidən deyə hədis. Deyir, vay olsun o şəxsin halına, öz eyiblərinin bağışlanmağını görmüyor, başqasında eyib axtarır, başqasının eybi ilə məşğuldur. Duaların qəbul olmazının qarşısını alan bunlardır. 8-ci buyurur. Dünya malı ilə düşmən olduğunuzu, ona məftun olmadığınızı iddia edirsiniz. Halbuki özünüzü ona hərisliklə toplayırsınız. Hamımız deyirik, dünya malı boş şeydir. Bizə lazım deyil dünya malı. Amma hamı yıxmaq istəyir dünya malı. 1 manatım var, Allah 2 manat ver. 2 oldu 5 ver. Bir evin var 2 ev ver. 2 var 3 ver. Maşın ver. Nə bilim villa ver. Doymuruq. Amma deyirik, dünya malını istəmirik biz. Bu dünyadan nə aparacaq? O deyirlər kəfən aparacaq. Vallahi kəfən də aparmayacaq. Kəfən qalır torpağın içində. İnsan bu dünyadan əməl aparır. Hansı əməl aparacaq biz? Deyəcəklər nə gətiribsən, nə gətirmişəm? Başqasının qeybətini gətirmişəm, yalanını gətirmişəm. Haqqına girməyini gətirmişəm. Nə aparacaq bu dünyadan? Nə ilə qürrələnirik? 9-cu buyurur. Ölümü onun haqq olduğunu təsdiq edirsiniz. Lakin onun üçün hazırlaşmırsınız. Hamı bilir ki, ölüm haqqdır. Hamı bu dünyadan gedəcək, bunu bilir. Bu dünyada heç kim qalmayacaq. Neynəmirsən? Ölüm üçün necə hazırlaşmışıq? Nə hazırlamışıq ölüm üçün biz? Hansı əmələ hazırlamışıq? Ki, ya Rəbbəl aləmin, bu işi görmüşəm, gəlmişəm sənin yanına. Hansı əməlimiz var? Amma cəhd eləmirik ki, bir əməl toplayaq da gedəcəyik bu dünyadan. Bir əməl toplamağa biz elə cəhd eləmirik. 10-cu da deyim, sözümə xitam verim. Öz ölülərinizin dəfn edirsiniz, ancaq onlardan ibrət almırsınız. Gedirik də. Gedirik qəbiristlərə dəfn edirik. Bir özünüzü qoyun da onun yerinə. Elə içi mən qarışıq. Qoyaq özümüzü onun yerinə. Tutardı bu dünya. Qoydu torpağa, hamı çıxıb gedir. Qaldı orada tək sorğu-sualda. O deyir, deyir Allah mənə bir dənə fürsət ver. Allah vermişdi o fürsəti. Vallahi vermişdi. Elə bizə də verir. Getdik, dəfn elədik. Allah səni qaytarır da dala. Get, mən də get hazırlaş. Hələ tezdir sənə. Get hazırlaş. Bir dəfə qayıdırıq. Qonşunu dəfn edirik, gedirik. Yenə deyir, get mən də hazırlaş. Bəndə başa düşmür axı. 3 dəfə, 4 dəfə başa düşmür. Ta ki özü ora girənə kimi. Özü girdi. Allah mənə bir dənə fürsət vermişdim. Çox sənə fürsətlər verdim. Neynədir? Bundan sonra neynəyəcəksən? Ona görə Həzrəti Rəsul Əkrəm buyurdu ki, həqiqətən sizin qəlbləriniz 10 şey vasitəsilə ölübdür. İnsan istəyir ki, duaları qəbul olsun, saydığım 10 şeyə əməl eləsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.